Adətən görüşlərə gedəndə mənə bir mövzu deyirlər, ya mən bir mövzu verirəm. Mövzum da adətən məni son vaxtlar maraqlandıran məsələlərdən seçirəm. Çünki mövzu ilk öncə mənim özümə maraqlı olmalıdır. Nəzəri qətiyyən xarakter daşımamalıdır. Çünki nəzəri maraq daşıyan heç nə fəlsəfə üçün maraq kəsb eləmir. Hər hansı bir informasiya, elmi informasiya, fəlsəfə haqqında informasiya, filosoflar haqqında informasiya heç bir halda fəlsəfə deyildir. Mən son 3 günü fəlsəfə imtahanında oturdum və açığı bayağı da diksindim fəlsəfədən, o dırnaqarası fəlsəfədən. Çünki informasiya soruşulur tələbələrdən, onlardan təbii başqa meyarımız da yoxdur. Onlar da o informasiyanı əzbərləyib yaddaşlarından ya bitəhər verməli idilər. Və öz-özümdə fikirləşirdim ki, bu qətiyyən fəlsəfə deyildi. Fəlsəfə ruhun informasiyaya münasibəti yarananda yaranır. Məsələn, bir uşaq vardı, ona bir sual verdilər, belə baxdı, dedi, bilmirəm. Onun bilmirəninə həmən mən 10 yazdım öz yanımda. Çünki o bilmirəmi ruhunun etirazı və qüruru ilə dedi. Mən bilmirəm. Oradakı bir ruhun ifadəsi var, demək orada fəlsəfə var. Elmi idrakı, elmi təfəkkürü idola çevrilmiş müasir zamanada bunun sirlərini bilənlər var, amma az adam bilir. Çünki elmi təfəkkür heç vaxt bu qədər maraq doğura bilməz. Heç bir fəlsəfə doktoru, nə bilim, 6-7 dənə dissertasiya yazmış, gəlib sizə oradakı elmi maraq kəsb eləyən şeylərdən danışsa, 5-3 nəfər mütəxəssis tapa bilərsiniz ki, o söhbətlə maraqlansın. İnsanları isə, kökslərində ürək daşıyan insanları, həmişə bütün bu kolliziyaların ruhaniyyata yansıması maraqlandırır. Bunun mənə nə dəxli var? Bu bilik vasitəsilə mən kainatın soyuğunu, sazağını dəf eləyə biləcəmmi? O qaranlıqdan çıxa biləcəmmi? Ona görə fəlsəfə biliyin özəl bir istifadəsini tələb edir və ehtiva edir. O da ruhaniyyatdır. Mən də bütün ömrümü buna həsrlədim. Cavanlıqdan mənə bu cəzb elədi və sonra biraz bilik də verildi mənə. Ondan sonra başladım bu şeyləri xırdalamağa və bundan da doymuram açıqcası. Dəvətləri adətən çevirmirəm, amma sadəcə son vaxtlar dəvətlər çox olmağa başladı. Bunu da dostum Faiq müəllim də dedi ki, bəs sən orada gözləyirlər, onun sözündən keçəmədim. Çünki yoruluram, çox olanda da yoruluram. Və gəlirəm hər yerdə şərq fəlsəfəsindən danışıram. Şərq fəlsəfəsi insana nə verə bilər, o müdriklərin yanına niyə görə dağlar, dərələr aşıb gəlirdilər. Hətta kölə kimi evində işləyirdilər, Yunus Emrə kimi illərlə. Və ya o Daos ustadlarının və ya Zen buddist ustadlarının yanına gəlib onların monastırlarında qalırdılar. Nə idi onlar orada saxlayan, nələr alırdılar onlar oradan? Bu tamamilə bugünün qazanclarına bənzəməyən bir nəsnələrdir. Və mən də bunların nə olduğunu bildiyim üçün bunlardan danışmağı sevirəm. Ən əsas kitabım tanımadığımız Konfus adlanır. Yayda 2-ci nəşrini gördü, Heydər Əliyev fondu sağ olsunlar, dəstəklədilər və 2-ci nəşrini çıxartdılar. Elə oldu ki, Çinlə aramızın daha da yaxınlaşması istiqamətində tədbirlərdən biri də bu oldu. Mən buna çox şadam, çünki kitab 9 il əvvəl nəşr olunmuşdu və 9 il əvvəl mən bu kitabı yazdım, böyük bir sevinclə 3 ilə yazdım bu kitabı və bir ana öz balasının nə qədər gözəl olduğunu bilib, ürəyi işıqlanan kimi mən də bilirdim ki, bu kitab nə qədər gözəl, dərin kitabdır. Soruşanda deyirdim, mən öz həyatımda 3-4 dənə belə bir müəllif kitabı oxumuşam, çox yox.
Adam öz kitabı haqqında yaxşı deməz deyirlər də, amma mən deyirdim. Amma elə oldu ki, bu kitabın 1000 tirajı 500'ü satıldı, 500'ü qaldı evdə dağ kimi. Məni çox küstürdü. Küstürdü, çıxdım, getdim Türkiyəyə. Fikirləşdim ki, tamam, bu hökumət müəllimə yaxşı maaş verə bilmir, dəyərləndirmir. Heç olmasa xalq bunu dəyərləndirərdi, kitabımı alardı, kitab yazıb günümü keçirərdim. Amma Azərbaycanlardan reaksiya gəlmədi bu kitaba. Müasir adam daşıya biləcəyindən çox informasiya alır. Datası çoxdur. Data çox olanda da nə baş verir də? Siz yaxşı bilərsiniz bunu. İnsan sadəcə olaraq az bir şeyə diqqət eləyir. O birilərinin hamısını avtomatizmdə eləyir. Avtomatizmdə həll olunan informasiya əslində dərk olunmayan informasiyadır, yola verilən informasiyadır. Həyatı isə yola vermək lazım deyil. Həyatı qurtum-qurtum su kimi içmək lazımdır. Əksinə şərq filosoflarının davranışını ən çox bilirsiniz nə? Heyvanlardan bir tısbağa təmsil eləyir. Bir də lemur. Çox yavaş-yavaş hərəkət eləyir. Çox slow motiondakı kimi. Çox yavaş-yavaş hərəkət eləmək həyatı daha dərindən dərk etməyə imkan yaradır. Həyatı biz yeməliyik. Adicə məsələn bir meyvə yeyirik ya. O çox önəmlidir. Ona görə bizim dərkimiz bizim mədəmizlə birbaşa bağlıdır. Uşaqların ilk dərki ağızla başlayır. Bir şey nə tapdı, dilinə vurmağa çalışır. Öpüş də oradan yaranıbdır. Öpüş də bizim dərk etmə həvəsimizin ifadəsidir. Hamısı yeməklə bağlıdır. Ona görə biz bir pis şey eşidəndə ürəyimiz bulanır. Ağır bir xəbər eşidəndə, xəbərdir, informasiyadır. İnformasiyanı həzm eləyə bilmirik. Həzm sözünü də boşuna işlətmirəm. Bu həzmlə bağlıdır. Həzm də çox maraqlı bir şeydir. Orada açarlar var. Siz bir qidanı həzm eləyəndə, yaxşı qidanı, sizin orqanizminiz bundan böyüyür. Çox qida olanda, ola bilsin ki, böyüməsin də. Qarın ağrısına düşəsiz, xəstəliyə düşəsiz, geri gedəsiz. Ona görə məsələn, ağıllı analar bilir ki, uşağa çox şey yedizdirmək lazım deyil. Tək, az-az bir şeylər, amma faydalı bir şeylər yedizdirmək lazımdır. Bizim informasiyaya münasibətimiz də bu ilə bağlı olmalıdır. İndi müasir insan böyük bir informasiya selinin qarşısındadır və o yaşaya bilmir. Bütün operativ yaddaşı dolub, ona görə də həyatı yaşaya bilmir, həyatdan qidalana bilmir. Hər informasiya ona qida kimi gəlməlidir. Dərinləşə bilmir. Təsəvvür ki, bir vaxtlar var idi, orta əsr İngilis romanlarını oxuyun. Məktub yazırdı biri o birisi sevgilisinə, gəmi ilə 6 aya məktub yetişirdi. O da 6 ay heç qətiyyən sevgisi pozulur. 6 aya indi 60 dənə sevgi yaşayır müasir adam. Səhər statusunda yazır, ilişkidədir, axşam çıxarır ki, I'm free. Boşam artıq. Sıra tez də belə Instagramdakı bütün şəkilləri, birlikdə olan şəkilləri silir, tam hazıram yeni ilişkiyə. Müasir insan belə yaşayır. Hər şey tez baş verir onda. Amma ona 6 aya bir məktub gəlirdi, 6 aya gedirdi. 7 il sevgili qalmaq, nişanlı qalmaq normal bir şeydi. Hətta 12 ildə. Hisslərini nə inirdi? Dərinləşirdi. Sadə olurdu, amma dərin olurdu. İnsan bəhrələnirdi yaşadığından. İndi hər şey vinigretdir. Sürətli. Yeməklərin ən sürətli olanları o qədər dəyərli deyil. Salatdır ən sürətlisi. Dəyərli yemək pişirmək üçün 5-6 saat əlləşməlisən yeməyin başında. Xaşıb az qala 8 saat pişirməlisən. Dolmanın bükülməsi var, hazırlanması var. Hörmətli yeməkləri pişirmək lazımdır, gözləmək lazımdır. Həyat da belədir. Bizim həyatımızdakı gözəl nemətlər azalıb. Çünki biz daha sürətli yaşayırıq. Ona görə şərq fəlsəfəsi baxımından indiki həyat çirkabın dibidir.
Mənə deyəndə ki, ay müəllim, nə qədər inkişaf eləmişik biz, texniki tərəqqi falan, beşməkan. Siz də görürsünüz, istifadə edirsiniz telefondan, kameradan. Utanmırsınızmı ki, bizim istifadə edirəm, əlacsızam. Əlacsızam. 5 nəfərin qəlbinə yol tapa bilmirəm deyə 15 minin qəlbinə yol axtarıram. Bəlkə 15 minin içindən bir nəfər çıxar. Əvvəllər 60 nəfərdən bir 10 nəfər tapmaq olardı. İndi 15 minin içərisindən bir nəfər axtarmaq lazımdır. Çünki o insan elə bir sayrışan təfəkkür halındadır ki, heç nəyə diqqətlə baxmır axı. Heç nəyə içində saxlamır. Xəbər, bir relsi, bir dəqiqə ərzində xəbərini şeylə, sonra keçir o birisinə, sonra keçir o birisinə, sonra keçir o birisinə. O isə bir dənə xəbəri oxuyub, aylarla, günlərlə, mən hələ yadıma gəlir əskərlikdə, Sovet ordusunda xidmətləmişəm, 6 ay anamın məktublarını şeydə saxlayırdım, döşümün altında saxlayırdım. Elə yekə ciblərimiz olurdu bizim. Axırda komandir dedi ki, bu nədir deyirsən də 2 dənə belə sinəndə qabarıb. Orada da məktublar, burada da məktublar. Heç birini atmaq istəmirdim. Tumbuçkaya da qoymaq istəmirdim. Bir balaca vaxtım olan kimi çıxarırdım o məktubları, qoxlayırdım, oxuyurdum, ağlayırdım da. Anamın qoxusunu alırdım. Biz belə yaşayırdıq. İndi hər şey elektronludur. Nəyin qoxusunu alacaqsan elektronludur? Alarsan yenə heç olmasa, o da qalsa. Sonra bir neçə ay keçir, telefon pozulur. Ölən adamın telefonu pozulur, WhatsApp da birdən yoxa çıxır. O vaxtlar heç olmasa məktublar vardı. Ona görə o da informasiya idi, deyilmi? Daha qalıcı bir informasiya üsulu idi. Deməyim odur ki, mən müasirlikdə heç bir üstünlük falan görmürəm. Müasir insan daha böyük zavallı insandır. Bəli, bir də deyim, əli qılınclı, orta əsr cəngavəri və ya kəndlisi indiki insandan qat-qat avantajlı idi. Sizə göstərilən mənzərəyə uymayın. Onlar böyük təhlükə içərisində idilər. Siz bilmirsiniz necə bir təhlükə içərisindəsiniz. Həyat ümumiyyətlə təhlükə olmalıdır. Həyat belə nəzərdə tutulub. Təhlükənin olmayacağı həyat ölüm olacaq. Bir dərviş oturub baxırmış, bir padşah memarı ilə danışır. Deyir, mənə elə bir qala düzəlt ki, ora heç bir oğru girə bilməsin. Heç bir təhlükə olmasın orada. Və o da deyir, necə düzəldir? Pəncərələri balaca eləyirsən, qapını dar eləyirsən, hər mərtəbədə bir axrana üçün yer qoyursan, mühafizə üçün. Nəysə, divarları çox qalın eləyirsən, top da dağıtmasın və s. və ilaxır. Dərviş də birdən gülməyə başlayır. Padşah hirslənir, dönür, sən kimsən bizim söhbətimizə qulaq asırsan və gülürsən. Dərviş deyir, o memar bilmir təhlükəsiz qalanı necə tikmək olar. Mən bilirəm. Deyir, necə olacaq ki, nətərdir ki? Deyir, şahs olsun, sən girginən bu qalanın içinə. Ona da deyilən, qapını da hörsün, pəncərələri də hörsün. Ən təhlükəsiz qala elə olacaq. Qapı qalacaqsa, pəncərə qalacaqsa, mütləq ora girəcəklər. Anlayırsınızmı ki, həyat və mütləq təhlükəsizlik üst-üstə düşən şey deyil. Həyat təhlükə deməkdir və olmalıdır da. Yol boyu gələndə birisini düşünürdüm. O tərəfdən ASTV-də çəkilişim vardı, oradan düşdüm gələ-gələ. Birdən həmişəki temadır, qadın-kişi azadlığı teması ağlımda fırlanırdı və birdən fikirləşdim ki, kişilər söz demək haqqını təhlükədə qazanırlar həm də. Siz bilirsiniz, oğlanlar nə qədər gözlərinin altı göyərir onların, nə qədər dalaşırlar öz sözünü, öz iradəsini tərbiyə etmə prosesində. Nədən gedib? Gördüm, balaca bir qız uşağı sürür, motorlu kart sürür. Hüseyin Cavid Parkının ortasında baxdım, qız da sevinirdi. Oğlanlar kimi kart sürür, təsəvvür edirəm ki, qızın ürəyindən nələr keçir. Bir feminist gözü ilə baxdım bu mənzərəyə
Dedim, bax deyəcəklər, qız uşaqlarının haqlarını yeyiblər, qız uşaqlarına imkan verməyiblər əvvəllər belə kart sürməyə. Oğlan uşağına hər şey imkan verirdilər. Deyirəm, necə görmürlər həyatı ki, oğlan uşağına hər şey icazə verirlər, oğlan uşağına gözünün göyərdilməsinə də icazə verirlər. Oğlan uşağı aldığı azadlığı təhlükə ilə bir yerdə alır. İndi qızlar nə istəyirlər, feministlər nə istəyirlər? Deyirlər, biz sözümüzü deməliyik, amma heç bir təhlükəyə üz-üzə qalmamalıyıq. Biz sözümüzü deyəcəyik, sözümüz qarşısındakı xoşuna gəlməyəndə o vuracaq, mənim gözümün altını qaraldacaq. Mən qışqıracam bütün respublikaya ki, dövlət gəlsin bütün silahı ilə, bütün mühafizəsi ilə mənim keşiyimdə dursun. Qızım, elə olmur. Siz sadəcə olaraq həyatın mahiyyətini anlamırsınız. Həyatda azadlıq təhlükə ilə bərabərdir. İstəyirsiniz bu qədər müdafiəyə xərc çəkməyəsiniz, Azərbaycanı daxil edin hansısa bir böyük imperiyanın daxilinə, müdafiə etmək problemi onların problemi olacaq, bizim deyil. Amma sən də olmayacaqsın. Sən var olmaq istəyirsənsə, sən müdafiə və hücum üçün, təkcə müdafiədə olmur, mütləq para xərcləyəcəksən, əskər saxlayacaqsın. Ona görə həyat təhlükə ilə iç-içədir. Alın azadlığı, qadınlar da alsın. Onda təhlükəni də alacaqlar. Amma bir şey də deyim, bunu qədim şərqdə bütün müdriklər biliblər. Kişi özünü ifadə eləməsi üçün, böyüməsi üçün ona təhlükə lazımdır. Qadının özünü ifadə etməsi üçün ona təhlükəsizlik lazımdır. Ona görə qadın əsrlərlə güclü kişi axtarıb ki, onun çiyinləri arxasında gizlənsin, o təhlükəsizliyi yaradıb dünyaya uşaq gətirsin, nəğmələr qoşsun, ocaq yaratsın. Ocağın gözəlliyini yaratsın. Bu, bunun təbiətinin ifadəsidir. Qadına kişi rolları yükləmək olmaz. Bu, qadını kişiləşdirmək olur. Qadın xoşbaxt olmur, kişi də xoşbaxt olmur. Müdafiə edəcək bir şey yoxdur. Siz təsəvvür edin, nə cür mənalar oyunu oynayırlar. Baxmısınız o filmə, Shrek filminə. Shrek filmində Shrek gedir divdən prinsesi azad eləməyə. Sonra məlum olur ki, prenses özü karateistdir və kim istəsə o drakonu çoxdan çiliyərdi. Sadəcə görmək istəyirdi ki, bu Shrek nə vaxt gələcək? Ya bu prens nə vaxt gəlib, onu azad edəcək. Fikir verirsiniz, mənalarla oynayırlar. Mənalarla oynayırlar, eksperiment qururlar. Güya istədikləri kimi həyatı düzəldə bilərlər. Yox. Oradan buradan da səsləndirilmək istəyirlər ki, müşümər müşüyünü gücünü qutarıb qadınlardan danışır. Əlbəttə, bir kişilərdən danışacağım, bir qadınlardan. Qədim Çin fəlsəfəsində inyan işarəsi var. Ağ və qaranın vəhdəti. Yarısı kişidir, yarısı qadındır o dairənin. Nədən danışmalıyam ki mən? Ağılsızdılar. Ömrümün sonuna kimi bir kişilərdən danışacağım, bir qadınlardan danışacağım. İşim, gücüm budur. Bəziləri deyir, işi gücü qutarıb bunun deyəsən. İşim, gücüm budur. Bir-birinizi dərk edəsiniz deyə sizi bir qadından və bir kişidən yaratdım, deyir Allah. Şərq nəyi anlayıb, nəyi görüb, nə vəhy edilib ona. Həyatın mütləq mənası Allahdır. Həyatın mənası mütləq olmalıydı. Absolut. Kamillik, əbədilik, sonsuzluq, əzəlilik. Mənim ustadım Asifata mütləqi bu cür təsvir edirdi. Çox çətindir, görünür başqa sözlər də yoxdur. Ki o kamildir, qüsursuzdur, o əbədidir, ölümsüzdür, o əzəlidir, ondan əvvəl heç nə olmayıb və o sonsuzdur. Onun olmadığı yer yoxdur. Ədalətlidir, o artıq onun ruhani keyfiyyətləri və doğrudan ədalətli də daxilləmək lazımdır. O mütləqdir. Kainat və varlıq mənasını Allahdan alır. Necə ki, bitkilər işığı günəşdən alırlar, bütün varlıqlar, ona görə uzun müddət günəşi absolutun rəmzi olaraq
Tanrı kimi sayıblar keçmişdə, bu təsadüfi deyil, rəmz olaraq, ya da odu zərdüştlükdəki kimi müqəddəs sayıblar. Çünki bu işığa bənzəyir. İşıq nətər bizim qəlbimizi işıqlandırırsa, həqiqət də bizim qəlbimizi işıqlandırır. O olmayanda biz qaranlığa düşürük sanki. Yaşamağa motiv tapa bilmirik. Mənasızlıq qaranlıq yaradır. Ona görə də bütün varlıq öz mənasını Allahın varlığından alır, absolutun varlığından. Və bizim həyatımızın mənası nədir? Şərqdə belə bir şey var ki, sənə bu doğuluş ona görə verilir ki, sən müəyyən fəaliyyət göstərib Allaha yaxınlaşasın. Gələn doğuluşunda biraz daha yaxın olacaqsan Allaha. Sonuçta bizə təsvir edirlər, o ruhlar, mələklər ki var, Allahın taxt tacını daşıyırlar. Bəlkə bir gün orada gedib çıxarsınız. Palçıq bədən əsas deyil ki, ya başqa bir materiyadan yaranan bədən əsas deyil. Əsas bizim ruhani mahiyyətimizdir. O mahiyyət Allaha qovuşana qədər çabalayacaq yer üzündə. Allahla onun arasında yaranan əngəlləri söküb atana qədər gedəcək. Bütün həyatımızın draması budur. Bütün bizim çətinliklərimizin, bütün bizim acılarımızın hamısının fəlsəfi mənası odur ki, biz absolutdan uzağıq. Absoluta yaxınlaşdıqca xoşbaxtlıq yaranır. Məsələn, indi insanlar xoşbaxt olmaq istəyirlər. Elə bilirlər ki, xoşbaxtlıq servisdir. Məsələn, 5 ulduz otelə gəlirsən, sənə 5 ulduz servis verirlər. Heç bir şeyin əziyyətini çəkmirsən, masaj otağına qədər var, hər şey. Geniş otaq, sanuzeli falan. Gəlirsən, görürsən ki, sənə məktub da yazıblar, şirniyyat da qoyublar, nəsə. VIP xidmət. İnsanlar xoşbaxtlığı VIP xidmət kimi gözləyirlər, ala bilmirlər, hirslənirlər. Zəngin olsalar belə, xoşbaxtlıq xidməti sizə göstərilməyəcək. Out of service. Sizə elə bir xidmət verməyəcəklər. Zəngin olsanız belə. Bir çox fiziki xidmətləri ala bilərsiniz zənginliklə. Amma xoşbaxtlıq adlı xidməti sizə kainat provide eləməyəcək. Onun üçün gərək siz Allaha yaxınlaşasınız. Allahdan uzaq olduğunuz üçün ailədə səs-küy çalacaq. Alarm olur da, pajar olan kimi səslər yəni, yəqin burada da var, görürəm. Yanğından müdafiə sistemlərini. Həmən zəng çalınacaq bütün bina boyunca ki, nəsə doğru deyil. Bilmirik, yanğın da oradan mı var, ya kimsə sigaretini yandırıb, yaxınlaşdırıb ora, bilmirik. Amma hər bir halda bir təhlükə var. İnsan Allahdan çox uzaq olanda evdən qışqırıq çıxır. Ya arvad qışqırır, ya kişi qışqırır, ya uşaqlar qışqırır. Alarm çalırlar. Ki biz həqiqətdən uzağıq. Ona görə xoşbaxtlıq da bizdən uzaqdır. Xoşbaxtlıq da insaniliklə gəlir, müdriklüklə gəlir. Asan bir şey deyilmiş. Demək, Allahla aramızda olan maniyələri, məsafələri aşmaq, sökmək, dağıtmaq asan proses deyil, individualdır. Hər kəsin düyünləri individualdır. Makedoniyalı İskəndər kimi qırıb atmaq da olmur o düyünü, gərək çözəsən. Sənə ömür bunun üçün verilir. Allahla arandakı məsafəni çözəsən. İkinci, sənin həyatının mənası odur ki, sən Allahın qulu kimi işçisiz, Allahın işçisi olursunuz. Allahın işçisi kimi işiniz də vardır sizin. O işiniz yoxdursa avarasız. Sutkada, mən bunu açıq-açıq deyirəm. Bütün insanlar, əgər Allahın işçisi deyilsə, yalnız maaş qazanmaq üçün bir yerdə işləyirsə, sirkdə şəkər qarşılığında oynayan aydan fərqi yoxdur onun. O hələ insan deyil. İnsan olmaq üçün insanın Allaha qulluğu olmalıdır, Allah üçün işi. O iş nə xarakterdədir? Sən harada olursansa ol, sən ədalət və gözəllik dağıdırsan, paylayırsan. Sən ədalətə, gözəlliyə və həqiqətə xidmət edirsən.
Hər kontaktda, Konfutsi məsələn öz kitabında deyir, siz məmursunuz, insanlar gəlirlər sizin yanınıza, bunu bir məbəddəki ritual kimi qəbul edin. Sizin yanınıza insan gəlir və siz son dərəcə mərifətlə, müqəddəs bir hisslə işinizi yerinə yetirin. Ritual daşıyırmış kimi. O zaman sizin həyatınız bütövlükdə Allaha ibadətə dönüşəcək. Allaha ibadətdən kənar həyat yoxdur. Heç bir həyatın, heç bir epizodu o ibadət hissindən, o dərk hissindən, o ədalət paylamaqdan kənar olmalı deyil. Buna cahil insan yaxınlaşa bilmir. İmkan olmur. Amma özünü dərk eləmiş insan buna yaxınlaşır və burada bərqərar olur və nəhayət anlayır ki, xoşbaxtlıq nə deməkmiş. Xoşbaxtlıq, yəni təkcə bir servis deyil ki, sizə bunu etsinlər. Xoşbaxtlıq əsas etibarilə sizin servisinizə bağlı olacaq. Siz necə xidmət edəcəksiniz həqiqətə, ədalətə və gözəlliyə. Quşlar bunu sizin qədər bacarmaz, onlar da edirlər. Ağaclar bunu sizin qədər bacarmaz, heyvanlar bunu sizin qədər bacarmaz. Və Allaha da xidmət eləməlidir insan. Bunu eləyə bilməyəndə cəmiyyət fəlakətə düşür, ailə fəlakətə düşür, ölkə fəlakətə düşür. Təsəvvür edirsiniz. Əgər ölkədə rüşvətxorluq varsa, utanmazların sayı çoxdur deməkdir. Utanmırlar. Allaha xidmət eləmək əvəzinə özlərinə xidmət edirlər. Konfutsi bir məmuru təsvir edir. Deyir, o, hərdən hesabat vermək üçün knyazın evinə gedərdi. Hesabatı knyazın evində verərdi. Və heç zaman bu avantajdan öz xahişlərini yerinə yetirmək üçün istifadə eləmədi. Heç zaman. İndi sən bir məmurla şəkil çəkdirginən, həmən qohumların bəziləri yaxınlaşacaq ki, bizim uşaq üçün gör neyniyə bilirsən. Vurtut bir şəkil çəkdirmirsən. Təfəkkür elədir. Görün, necə yararlanmaq olar bu əlaqədən. Xidmət təfəkkürü deyil. Və Allaha inam da deyil. Elə bilirlər ki, o adam verəcək buna bu neməti. Alışmamışıq, o tərbiyədə deyilik, o müdriklükdə deyilik ki, bizə hər şeyi verən Allahdır, hər şeyi alan da Allahdır. Bu fəlsəfədə bərqərar deyilik. Bu yaxınlarda bir nəfərlə rastlaşdım. Nə vaxtsa mənim hansısa bir işimə əngəl qoymuşdu. Nəysə məni gördü, dedi ki, bağışda mən sənə əngəl qoymaq istəmirdim. Mənlik deyil bu, falan beşməkan. Və tez sakitləşdirməyə çalışdım ki, narahat olma. Allah mənə bir şey verəcəksə, sən onun qarşısında duracaq əngəl deyilsən. Narahat olma, mən sənə qızmamışam, heç belə ağlımda da yoxsan. Və Allah mənə bir şey verməyəcəksə, sənin kimilərdən bir ordu da düzəlsə, onu mənə verəməz. Özünü də böyütmə ki, sən nəsə elədin. O şey mənə veriləsi olsaydı, sən heç vaxt ona əngəl ola bilməzdin. Bu fəlsəfə xoşbaxtlıq fəlsəfəsidir. Allaha bağlı olan fəlsəfə. Ona görə Allah deyir, ən böyük zaval Allaha şərik qoşmaqdır. Biz hər addımda şərik qoşuruq az qala. Bu xalqı çox tərbiyələndirmək lazımdır. Xalq çox adambazdır. Birisi bir vəzifəyə gedir, ay, nə qədər bunun qohumları çapır. Öpürlər bunu, sağdan, soldan. Hamı buna sevgisini ifadə eləməyə çalışır. Hamı çatdırmağa çalışır ki, biz səni çox sevirik. O da içərdən bilir ki, hamısı buna desə istəyirlər, hamısı ona görədir. Bu şirinlikdə bal olmaz. Bu, sadəcə olaraq Allaha şərik qoşma vərdişinin tərkib hissəsidir. Elə bilirlər ki, mən nəsə bir şey alıb Allahın bağçasından bunları ötürə bilərəm. Heç nə ötürə bilmərəm. Heç öz övladıma belə işini ötürə bilmərəm. Zaten də eləyə bilmirik. O yüzden həyatın mənası
Allaha yaxınlaşmaqdır. Bunda çox çeşidləri var. Sənət vasitəsilə, nə bilim, iş vasitəsilə, amma hər birisinin alda zəhmət vasitəsilə və özündən kənara çıxmaqla. Mütləq. Allah bizə istəyir ki, biz öz mağaramızdan kənara çıxaq. Və bu, indi informasiya əsrində bizi təzədən bir virtual mağaralara soxurlar. Bu, yaxşıdır ki, bu qədər adam, özdə IT işniklər oturub canlı söhbətə qulaq asırlar. Hər şey virtuallaşıbdır. İnsanlar virtual mağaralara giriblər. Real ünsiyyət azalıbdır. Bu ayrılıq yaradıblar. Amma məsələn, xeyir əməllər nə deməkdir? Sən gedirsən, başqası ilə rabitə qurursan. O mağaradan çıxırsan. Ona görə bütün dinlərdə əlifba olaraq deyiblər. Xeyir əməl eləyin. Bax, sizə bir sirr açım. Allaha yaxınlaşmanın 3 məşhur yolu var da müsəlmanlar üçün. Da o biri dinlərdə də aşağı yuxarı eynidir. Namaz qılmaq, Quran oxumaq, bir də xeyir əməllər eləmək. Məndən desələr ki, mümkünsüz şəraitdir, bunlardan birini çıxmaq lazımdır, hansını çıxararsan? Ürəyim ağrıya-ağrıya namazı çıxarardım oradan. Desəydilər ki, daha birini çıxarmaq lazımdır oradan, hansını çıxararsan? Yenə də çox acılarla Quran oxumağı çıxarardım oradan. Amma xeyir, əməllər etmək bitincə insan bitir. İnsanın inkişafı üçün çoxlu xeyir əməllər eləmək lazımdır. Ona görə bütün kitablarda, Konfutsuda da, Buddada da, Quranda da, İncildə də, Tövratda da, hamısı Zərdüştdə də deyilir ki, xeyir əməllər sizi cənnətə yaxınlaşdıracaq. Cənnəti öncə bu həyatda yaşayacaqsınız. Yaxşı adam olsaz, siz və sizin ətrafınız cənnətdə yaşayacaq. Qara qışqırıq səsləri gəlməyəcək. O biri dünyada da onun daha artığını alacaqsınız. Ölkəni cənnətə çevirməyin də yolu budur. Xeyir əməllər. Bizdə isə insan özünün inkişafı. Bilirsiniz, son vaxtlar bu mənə çox sıxır. Nə öyünürlər? Filan kəsin oğlu getdi Massachusetts Universitetinə girdi. Filan kəs getdi Oxfordda nə bilim. Nə olsun? Bu xəbər deyil. Getsinlər, oxusunlar, yaxşıdır. Amma bu baş xəbərə çevrilməməlidir. Nə olacaq ki, gedib oralarda oxuyub gələcək? Yekə egoist olub gələcək də. Və ya gələcək, yaxşı yerdə işləyəcək, yaxşı para qazanacaq. Bundan xalqa nə? O özü də bunu yaxşı bilir. Ya paylaşmayacaq ki, xalqla. Mən əziyyət çəkib 3-4 dil öyrənmişəm, gedib Oxford oxumuşam ki, gəlin pulumu sizə bölüşüm. Təbii ki, mən yüksək maaş alacağım. Bəs indi bu xalq sənin instituta girməyivə niyə sevinməlidir? Xəbər bu deyil. Xəbər xeyirxah insanların yaranmasıdır. Reklamsız. Bu da eybəcərlikdir ki, eləyirlər, sonra da reklam eləyirlər. TikTok da oldu. Gəldi filmdə. Sən bilirsənmi ki, sən onu reklam eləməklə nə qədər savabı silirsən? Eləməsən daha çox olar. Reklam eləməsən daha dərinə işləyər bu. Sənin bütün daxili aləmi müalicə eləyər. Xeyir əməllər qədər insanı irəliyə aparan heç nə yoxdur. Mistikadır başdan ayağa. Əgər belə bəsit görünürsə və yaxud sosial paylaşım kimi görünürsə, çıxarın bunu ağlınızdan. Bu sosial paylaşım falan deyil. Bu başdan ayağa mistik bir ayindir. Xeyir əməl eləmək. Allah səni sevir. Allah. Allah, sənə Allahın məktubunu göndərmişim. O səni sevir, sil gözünün yaşını. Sən tək deyilsən burada deməkdir. Xeyir əməllər eləmək. Başdan ayağa mistik bir ayindir. Və bu ayinlərdə iştirak eləməyənin dini imanı yoxdur. İnsanlığı da yoxdur. Bu ayinlərdə becərmək, böyütmək, tərbiyələndirmək lazımdır ürəyi. Ürək ayılanda, disfunksiyadan çıxanda əsil ruhani idrak da o zaman baş verir. O idrak ki, hesablamağı, metodlarla nəyisə ortaya çıxarmağı öyrənib, o idrakin ömrünə çox qalmayıbdır. Elə sizlərin kəşf elədiyiniz süni intellekt birazdan bəşəriyyəti tətilə göndərəcək.
Bilirsiniz niyə öyrədirlər uşaqları məktəblərdə? Ona görə ki, insanlar təbii intellekt daşıyıcısı idi. Təbii intellekt daşıyıcısını istismar etmək üçün onları məktəblərə qoyub eğitirdilər. Onlar oxusunlar və onlardan dövlət bəhrələnsin. İndi 2-3 ramı olan insan beynini istifadə etməyə nə ehtiyac var? Daha böyük güclər var artıq. Moşnuslar var. Süni intellekt var. Getdikcə də sürətlə inkişaf edir. O insanı tam əvəz eləyəcək. Mühəndisliyə əvəz eləyəcək, proqramistliyə əvəz eləyəcək. Mənim oğlum da IT işçisidir bu arada. Deyir, ata, əvvəllər 3-4 ayımı həsr ediyim şeyi indi bir həftəyə düzəldib qoyuram. Süni intellekt özü sənə kömək edir, işləyir, kodları yazır. Sən yalnız bəzi düzəlişlər edirsən. Yəni, həkim işini alır, yüksək intellekt işi alır. Bununla yanaşı taksiçi işini də alır. Ən aşağı səviyyədə olan işi də alır. Ən yuxarını da alır, həkimlik işini də alır. Hamısını da alacaq. Ağıl sferasına aid olan hər bir şeydə biz əvəz olunanıq. Nədə əvəz olunmazıq? Ürəkdə. Bu diskurslar, sizin ağlınızda olan o narrativlər, hamısı müasir narrativlərdir. Bunları sizə cəmiyyət sırıyıbdır. Anlaya bilməzsiniz ki, belədir. Mən 10 il əvvəlki statuslarım çıxır qabağıma. Görürəm ki, feminist kimi çıxış eləmişəm orada, haradasa. Mənə elə gəldi ki, bu çox cooldur. Çox müasirdir, çox ədalətlidir. Və mən 1000 illiyin o müdriklük xəzinəsini anlamırdım. İndi mən oranı təmsil edib danışıram, ona görə bir ziddiyyət yaranır müasirlikdən. Çox da anlayışla qavrayıram. Amma dediyimdə də davam edəcəm. Mən faktlardan danışıram. Başa, mən gündə aşağısı 20 partiya şahmat oynayan adamam. Güclü şahmat oynamıram, xəstəsiyəm sadəcə olaraq. Bütün şahmatçılar tanıyıram, bütün o şahmat dünyası ilə maraqlanıram. Bu gəncliyimdən məndən bir xəstəlikdir. Çünki burada da bir intellektin zirvəsinə iddia var da. Bilirsiniz, adamlar 20 gediş qabağı hesablayırlar. Bu üst zəkadır. Və bu üst zəkada 2 kateqoriya var. Qadın şahmatı, kişi şahmatı. Və bu 2 kateqoriyaları arasında böyük bir uçurum var. Və bu uçurum son 100 ildə keçilmədi. Çünki bu təbiətə ziddir. Bunun üçün gərək siz qadınlar arasında dünya çempionlarının müsahibələrini oxuyasınız. Çünki sizin kimi ya bir başqa bir müasir qadın ki, məsəl üçün bu sahədən uzaqdır, onların fikri önəmli ola bilməz. Siz gərək Azərbaycanlı qrosmeyster qadınlarla söhbət eləyəsiniz. Onlar sizə həqiqəti deyəcəklər. Ki, o federasiyanın birləşdirilməsini biz istəmirik. Qadın konsentrasiyası, qadın motivasiyası, qadın hesablaması kişi qədər deyil. Qadın şahmatı ilə kişi şahmatı arasında 100, ən çox da 200 reyting fərq var. Ona görə qadınlar üçün ayrıca federasiya vardır, turnirlər vardır, Women adlanır. Kişilər üçün olan turnirin adı Open adlanır. Yəni açıqdır, qadın istəsə gələ bilər, amma heç bir qadın gəlmir. Sənət vermir, şansı yoxdur o yarışda ki, kişilərə qalib gəlsin. Bəlkə nə zamansa bir 10 oyun oynasa, bir dənə, 2 dənə niçiyə eləyə bilər. Hətta bir oyunda uda da bilər. Amma 9-unda uduzacaq deyə bu maçın taleyini həll eləmir. Kişinin konsentrasiyası fərqlidir. Mən filosofam. Bu temaya da girmirlər. Məsəl üçün, müasirlərlə mübahisə eləmək çox ağır mövzudur. Amma mən gedirəm o mövzuya. Fəlsəfə tarixində bir dənə də qadın yoxdur. Ona görə yox ki, onu zəncirləyiblər mətbəxə o qadını. Siz təsəvvür edin ki, qadın olsun, kişi olsun fərqi yoxdur. Birinin bir şeyə talantı olur, ha. O asfaltı deşirmiş kimi çıxır ortalığa. Siz elə bilirsiniz ki, kişi sənətkarlar və ya kişi filosoflar, onlar üçün parnik şəraiti yaradıblar. Gəlin, gəlin, keçin yuxarı başa, siz kişisiniz, siz dahi olmalısınız. Buyurun.
Onların 5 dəfə burunlarını qırıblar, 10 dəfə dizlərini qırıblar, o gəlib ora çıxana qədər. Heç kim ona yaşıl işıq yandırmayıbdı. Onlar böyük bir təbii seçmədən gəlib keçirlər, o dahi falan adını qazanırlar fəlsəfədə. Tonqallar da yandırılıb, dəriləri soyulub, çarmıxa çəkilib o kişilər. Heç birisinin həyatı rahat olmayıbdı. Amma onların həqiqətdəki motivasiyası ayrıdır. Energetika başqa cür baxır. Mən, indi burada kişilər çoxdur, çünki IT sektorudur. Amma normalda mən məsəl üçün gedib çıxış eləyəndə baxıram ki, zalın 70%, 60% qadınlar olur. Hətta götürüb altından yazırlar ki, bu nədir? Kişilərə icazə vermir sizin leksiyaya gəlməyə. Ancaq qızlar, qadınlar, istəyirəm ki, söz atırlar da mənə. Yığırsınız. Məni dinləyənlərin çoxsu qadınlardır. Qadınlar dünyanın ən yaxşı dinləyiciləridirlər. Paxıllıq eləmirlər deyə kişiyə, rahat dinləyirlər. Amma ən böyük feedback kişilərdən gəlir. Fəlsəfə açıdan. Fəlsəfədə də yoxdular. Lazım olanda siyasətdə çox böyük yerlər əldə ediblər qadınlar. Yekaterina kimi adamlar, Viktoriya kimi adamlar, Tereza kimi adamlar, Thatcher kimi adamlar, Tereza yadıma düşdü. Yetərli qədər dünyanın böyük bir hissəsini idarə edən qadınlar olubdur. Nə olub, mətbəxə bağlanmayıblar onlar. Talant olub deyə çıxıblar üstə. Talantın qarşısını heç nə dura bilməz. Sən çiçək olsan, betonu belə deşəcəksən, çiçəksənsə. Betonu deşəcəksən, heç kim səni... İndi o tezis ki, bizim bu sahəyə qabiliyyətimiz olub, imkan verməyiblər, o yalancı tezis yalnız sizin beyninizi betonlayır. Başqa bir şey, həqiqəti görməyə qoymur. Mən sizə deyirəm, kimin bir şeyə gücü varsa, qadın olsun, kişi olsun, fərqi yoxdur. Deşəcək betonu, keçəcək ora. Və bir də bu müqayisə mərifətə aid deyil, təqvaya aid deyil, insanlığa aid deyil. İnsanlıqda hamının şansı eynidir. Elə qadın var ki, minlərlə kişilər üçün onun ayağının tozu deyirlər. Bu, əxlaqa aidiyyəti yoxdur, insanlığa aidiyyəti yoxdur. Bu, yalnız intellektual gücü. Çünki bunu yemək istəmirlər, qızlarımızı aldadırlar. Deyirlər ki, onlar ancaq öküz kimi fiziki güclüdürlər, intellektual olaraq onlar sizdən güclü deyirlər. Yox. Mən çox qeyri-populyar bir fikri söyləyirəm. Və daşqalaq da edirlər məni virtual sahədə falan. Amma yenə də deməkdir, bu mənim qızlarımıza olan sayğımdan və hörmətdən irəli gəlir ki, sizi aldadırlar, mən sizi aldatmıram. Kişini Allah üstün yaradıb ki, təbii lider kimi. Ailədə siz ona tabi ola biləsiniz. Bu sizin üçün acılı gəlməsin. O, həqiqətən sizdən üstündür. Bir də bu üstünlük məsələsi. Bir, yerdə işləyirsiniz. Sizin müdürünüz var, elə deyilmi? Siz demirsiniz ki, biz bərabərik. Yox, mükafatları o paylayır. O sizdən üstündür. Onun üstünlüyünü, rus demişkən, asporit eləmək istəyən işçi olanda, o dəqiqə onu xalçanın üstünə çağırır, məsələni həll edir. Ya sən burada işləyəcəksən, ya sən burada işləməyəcəksən. İkincisi olamaz. Çünki idarə etmə pozula bilər həmən. Gəmidə üsyan çıxsa, həmən idarə etmə pozula bilər. Ona görə kapitanlara gəmilərdə izin verirlər, yerindəcə məhkəmə qursun. Assın ya güllələsin üsyankarı. Yerindəcə. Bilirsiniz, gəmidə üsyan nə deməkdir? Çünki gəmi dövlətin içində deyil, uzaq okeanın ortasındadır, polis yoxdur, dövlət köməyi yoxdur. Orada kapitanın imkanı var ki, güllələsin də kimsə. Həmən, yerindəcə. Çünki kapitan öz üstünlüyünü mütləq bərpa eləməlidir. Orada dövlət başçısıdır. Bu olmasa o gəmi bata bilər. Ailədə də mütləq, əgər orada bir qrup insan varsa, dövlət başçısı olmalıdır, mütləq. Və o, şübhəsiz olaraq tək birisi olacaq. Onun qadın olması doğru deyil, uşaqların tərbiyəsi doğru getməyəcək. Qızın tərbiyəsi doğru getməyəcək, oğlan tərbiyəsi doğru getməyəcək. Oğlan o dəqiqə başlayacaq anasını oxşamağa, qız da kişiləşməyə başlayacaq tərbiyə olaraq. Model pozulacaq. Hə, bəli. Model pozulacaq
Və bu model okey deyirsiniz ki, pozulsun da, qoy indi belə olsun. Bu vaxta kimi belə olub, indi belə olsun. Məsələ burasında ki, təbiət dəstəklənməyəcək, matriça dəstəklənməyəcək bunu. Siz məsəl üçün bir Platoya bir şeyi gətirib yapışdıranda ya bir proqramı qoyanda mütləq baxırsınız ki, bu proqramın matritsası bunu daşıya bilər, yoxsa yox bunu yazıram bunun üstünə. Sizin yazdığınız software uyğun gəlməyəcək o hardware-ə. Uyğun gəlməyəcək, onu itələyəcək. Ona görə də gərək qadının matritsasına uyğun proqram yazılsın, əxlaqi proqram. Kişinin də matritsasına uyğun əxlaqi proqram yazılsın. Onda sizin kişiləriniz fədakar olmayacaqlar, sizdən ötürü ölməyəcəklər və sizi elektrikləndirməyəcəklər, etkiləndirməyəcəklər. Siz etkilənməyəcəksiniz kişilərinizdən, iş buna gəlib çıxacaq. Nəyinə, o eybəcərin nəyinə? Qız istənilən halda cazibə mənbəyidir, çünki qız gözəldir. Amma kişilər özünə inamsız olacaqlar. Onları siz artıq lider kimi yetişdirməyəcəksinizsə, onlar impotentləşəcəklər. Bu proses gedəcək. Ona görə bu olmasın deyə biz təbiətimizin üzərində fəlsəfə qursaq daha doğru olar deyirəm. O fəlsəfə də min illərlə qurulubdur. Evin bir müdürü olar. Üstünlük o dərəcədə. Müdür şəxsi keyfiyyətlərinə görə sizdən üstün olmaya bilər təbii ki. Baxırsınız ki, mən ondan daha intellektualam deyə bilərsən. Amma burada bir səhv eləmək lazım deyil. Müdürün hörmətini qorumaq lazımdır həmişə. Sayğını bildirmək lazım. O sayğını bildirməklə siz bir əxlaqi addım atırsınız. Mən sənə həsəd aparmıram deyirsiniz. Mən Allah səni bu məqama seçdiyi üçün qətiyyən narahat deyiləm. Sənə həsəd aparmıram, sənə mane olmuram, işini gör, sənə hələ kömək edəcəm. Sən mənim mükafatımın qarşısında duran div deyilsə, mənə mükafatı və ruzini verən Allahdır. Amma mən xidmətimi edəcəm, sənə də sayğımı bildirəcəm. Məsələn, mən bu mövzunu hardan bilirəm? Bunu Konfutsiyadan bilirəm. Eyni zamanda bunu öz həyatımdan öyrənmişəm. Kitabdan öyrənmək olmur bu şeylər. Mənim ömrüm boyu müdürlərimlə konfliktim olurdu. Çünki mənim içimdə bir üsyankarlıq vardı. O üsyankarlıq müvafiq münasibət yaradırdı. Mənim müdürlərimə həsəd aparmağım duranda, onlarla münasibətlərimdə yaxşılaşmağa başladı. Mən başa düşdüm ki, bu insanın heç bir təqsiri deyil ki, o mənim müdürümdür. Mən ona sayğı ilə yanaşmalıyam, hörmət eləməliyəm. Onun işi onsuz da çətindir. Bir müəllim olaraq durub çıxış eləyəndə, hər semestr mən auditoriyaya girəndə, birisi mən burada otururam, onlar orada otururlar. Mən də bir balaca müdür oluram da. Bir çoxları müəllimlik peşəsini ona görə seçirlər. Balaca bir diktator olmaq həvəsi yaranır. Susun, mən danışıram kimi bir şey. Mən mütləq onları bir neçə dərs sakitləşdirməyə çalışıram ki, mən sizin opozitinizdə otursam da mən sizin oppozisiyanız deyiləm. Mən sizə qarşı deyiləm. Mən sizi əzmək, sizi azaltmaq, kiçiltmək kimi bir niyyətim yoxdur. Bir şeylər bəlkə bilirəm, onlarla bölüşməyə gəlmişəm. Bunu ona demək lazımdır. Oradakı isə mütləq səni belə qoyur. Şimdi bu. Bütün uşaqlar səni biraz elə qarşılayır. Bir dəfə ən sevimli tələbələrimdən birisi sonra etiraf elədi illər sonra ki, biz deyir gəlmişdik ki, sizi sındıraq. Sonra gördü ki, bura ümumiyyətlə elə yerdə ölmüş. Ki, ona bir sual verəcək, onu sındıracaq. Yəni, bu işin şeyi belədir də. O yüzden o üstünlük şeyini mütləq verməlidir insan. Evdə kişiyə münasibətdə də atanız böyükdür. Ay uşaqlar, atanız yatıb. Ata görən nə deyər? Necə deyər? Müdürə deyərəm, müdür fikirləşər. Necə deyirsiniz? Evdə də elə qadın deməlidir. Atan görən nə deyər? Atandan icazə alaq gərək. İş yerini tərk edə bilirsiniz keyfiniz düşəndə, müdürə demədən. Mənim işim çıxdı, mən getdim mağazaya. Yox. Bizim yasımız var, okey, özünüz bilin nə tərləyirsiniz, mən getdim. Mütləq müdürə deyirsən, icazə alırsan. Evdə də bu belədir. İndi bunu müzakirə edirlər. Qadın harasa gedəndə izin istəməlidirmi? Yox, mən deyir sənə deyirəm, gedirəm. Öndə işdə də belə eləyin də, ərzəvi yaz atqına ki, mən getdim. Sizə xəbərdar elədim, çıxdım, getdim. Bəlkə icazə verməyəcəklər. Bax, bu üstünlük məsələsi xoşa gəlməyən bir
vəzifə bölgüsü ilə bağlıdır ki, bu həbi yeyə bilmir müasir adam. Ərin ola bilsin ki, deyəcək, getmə. Yeyə biləcəksənmi bunu? Qoymusanmı onu o pedestala ki, sən onun əmrinə tabi olasan? Yoxsa durub gedəcəksən, deyəcək, onda gedirsənsə bir dəfəlik get. İşdən çıxarıram səni, boşanırıq. Onu yeyə biləcəksinizmi? Ona görə mən xoşa gəlməyən sözləri təkrar deməyə məcburam ki, onun pozisiyası üstədir. Bunu qəbul eləməlidir bizim balalarımız. Onda uşaqların tərbiyəsi də rahat olur, qadınların tərbiyəsi də rahat olur. Və əks fəlsəfə tamamilə qeyri-egzistensialdır. Məhv eləyəcək bizim həyatımızı. Çünki o bizim matrisamıza uyğun deyil. Eksperimentdir, boş bir eksperimentdir. İşləməyəcəyik biz. Hər matrisa uyğun proqram yazmaq lazımdır. 20 addım düşünmək lazım deyil. 20 gediş qabağa hesablayan adamlar arasında çox axmaq adamlar da var. Məsələn, Qari Kasparov. Bir dəfə kövrəlmədi Bakı adı çəkiləndə. Başa düşdüm ki, çox tupoy oğlandı. Neçə dəfə yanında Bakının adını çəkirlər. Bir dəfə ürəyi əsmir. Çox axmaq adam imiş. Rasional ağlı çox gəlişib, idrak isə yoxdur. Ruhani idrak yoxdursa, mən onu həqiqi intellektual saymıram. Kalkulatordur, bəli. Zaten özləri də bu kalkulyasiya prosesidir. 20 gediş görmək, kalkulyasiyalar. Hesablamağı deyil, yaxşı bacarır. Elə öz aralarında belə deyirlər. İrəliyə baxmağa bizə bircə gediş lazımdır. Ölümdən sonra nə olacaq? Bizə bir gediş lazım, bizə çox gediş lazım deyil. Ki, bu həyat qutaracaq mütləq və bunun sonu ölümdür. Ölümlə müqayisə eləməliyik hər addımımızı. Ölümlə müqayisədə çox şey sönür. Çox sadə bir misal deyəcəm. Bir insanın 100 problemi vardı, bilmirdi necə həll eləsin, birdən gedir, analiz verir, xəstəlik çıxır bundan. Məlum olur ki, 3 ay ömrü qalıbdır. 100 problemindən heç birisi qalmır, bir dənə xəstəlik problemi qalır. Adam kəşf eləyir. Sən demə, həyat bu qədər mürəkkəb deyilmiş. Həyat çox sadəymiş. Ona təkcə sağlamlıq lazım imiş, həyatı dəyərləndirmək lazım imiş, həyata sevinmək lazım imiş. Bir köpəkdə bu var. Balaca bir it dünyaya hədsiz dərəcədə sevinir. Mən görürəm ki, mənim itim bir çox aspektdə məndən çox ağıllıdır. Həyatı sevməkdə, həyata sevinməkdə. Siz evə gəlirsiniz, o atılır, düşür. Sevinib qutara bilmir. Səni bir nemət kimi qavrayır. Biz həyatı, ətrafımızdakiları o cür nemət kimi qavramağı öyrənəydik kaş. Bu çox böyük idrak tələb edir adamdan. O aşırı informasiya ilə dolma bizi belə kütləşdirir bu baxımdan. Bax, o şahmatçı da Bakının adı çəkiləndə ürəyi əsmirsə, mən başa düşürəm ki, bu hələ bir böyüməmiş bir neandertal hesablayıcı maşındır. Və ölümün yanında çox şeylər sönür, bircə şey sönmür, yaxşılıq. Yaxşılıq ölümün fonunda sönməyən dəyərdir. Ona görə Quran, qədim kitablar, hamısı bütün səhifələrdən deyir, ey insanlar, yaxşılıqda yarışın. Kaş ki, biləydiniz ki, öləndə, o ölümdən baxılan kitabdır, ona görədir, o ölümdən boylanılan, o biri dünyadan diktə edilən sətirlər olduğu üçün, o həqiqi gerçəklikdən, biz Matritsada yaşayırıq burada, o film var, onu xatırlayın. Biz orada yaşayırıq. Biz real gerçəkliyi görənmirik. Real gerçəklikdənsə bizə diktə edilir ki, bacardığınız qədər xeyir işlər görün. Neçə universitet bitirməyiniz, neçə kitab oxumağınız sizi irəliyə aparmayacaq. Sizi insan olaraq bu kainatda irəliyə aparan xeyir əməllərinizdir. O ölüm sınağından keçir, qalır. Qalan heç nə qalmır. Sizin yarışmalarınız, yarışmalardan çıxmağınız, qısqanclığınız, rəqabətiniz, paxıllığınız, bütün bunlar hamısı sönüb gedir, çəkilir. Bir dənə analizin cavabı gələndə.
Başa düşsən ki, hər şey boş şeymiş. Bir dənə önəmli olan xeyir imiş. Ona görə ibadət ölümdən həyata baxmaq deməkdir. O ən yaxşı baxış pəncərəsidir. Bizə bir gediş o yananı görmək lazımdır. Bu dünya bir gedişə qutaracaq. Çox gedişə yox. Öləndə bizə elə gələcək ki, bir neçə gün yaşamışıq. Heç bir neçə gediş də olmayıb o. Ona görə o saat çeynota düşməyənə qədər önəmli işlərimizi eləməliyik. Adamlar bilmirlər. Adamlar bilmirlər ki, burada yazılanlar elə Quranda yazılanlardır. Bu, Qurandan 1500 il əvvəl gəlibdir. Təsəvvür edirsiniz. Bu Qurandan götürməyib, ha. Quran da bundan götürməyib. Amma Allah deyir ki, biz bu ayələri elm verdiyimiz adamların ürəklərinə yazmışıq. Yəni, bu matrisasında bu yazılıbdır. Sadəcə hər kəs o dərinliyə inənmir. Amma vaxtaşırı Konfutsi kimi adamlar, Budda kimi adamlar o dərinliyə inirlər. İnanın ki, mən çox böyük heyrətə düşdüm. Quranın ayəsi var. Müsəlman odur ki, sənə və səndən əvvəl göndərilənlərə iman edibdir. Mən bunları yoxlamışam. Siz bunu oxumusunuz Quran ayəsi. Mən isə Qurandan əvvəl endirilənləri tərcümə eləmişəm, araşdırmışam. Gördük ki, payat ondan birin-bir eyniymiş. Deyir, valideynlərinizə uf belə deməyin. Bu kişi deyir. 1500 il əvvəl. Daha doğrusu 2500 il əvvəl bugündən. Bu kişi deyib bunu. Quran ayəsidir. Bu nədir? Biriləri deyir ki, bu plagiatdır orada. Demək ki, Quran buradan götürüb. Yox. Bu həqiqətdir. Daşların qəlbinə belə yazılıbdır bu. Ağacların içinə belə yazılıb bu. Bütün hüceyrələrin içində var bu həqiqət. Çində niyə olmasın ki? Nə pahalılıqdır. Mən, o Quran ayəsidir ki, bütün peyğəmbərlə, müsəlman o kəsdir ki, peyğəmbərlər arasında fərq qoymaz. Mən Azərbaycanlıyam, türkəm, üzr istəyirəm. Mənim üçün Ərəb Məhəmmədlə, Çinli Konfutsi arasında, yaxud Hindli Budda arasında çox fərq yoxdur. Mənim üçün İslam həqiqətə qulluq eləməkdir. O həqiqət hər yerdə eynidir. O həqiqətin mərkəzi təkcə Məkkə deyil, Dehlidə deyil, Vaşinqtonda deyil, Bakıda deyil. Bütün varlığı Allah yaradıb. Hər yerdə də qanun birdir. Siz düşünə bilərmisiniz ki, Newtonun ümumdünya cazibə qanunu Bakıda işləyir, tutalım ki, Voronejdə işləmir. Ola bilərmi elə bir şey? Ola bilməz. Allah dünyanı bir qanunla, bir sizin qəlb ürək köksünüzə iki ürək yerləşdirmədik, deyir Allah Quranda. Sizin ürəkləriniz birdir. Harda doğulmağınızdan asılı olmayaraq, hansı millətdən olmağınızdan asılı olmayaraq. Ona görə mən Azərbaycanlı, indi əslində bizim Peyğəmbər Zərdüşt olubdur, amma mən bütün Peyğəmbərləri sevirəm. Zərdüştü də. Zərdüşt ilk Peyğəmbərlərdən olub. Bu coğrafiyada ən böyük Peyğəmbər olub. İnsanlara xeyri və şəri göstərib. Onun gətirdiyi din, Zərdüştlük dini tam başqa bir. Siz Zərdüştlüyü bilmirsiniz, inanırsınız. Çox üzr istəyirəm. Azərbaycanda heç kəs Konfutsini mənim qədər tanımır. Əminliklə bunu deyirəm. Ona görə adını belə qoydum. Tanımadığımız. Əslində yazacaqdım tanımadığınız. Dedim biraz təkəbbürlü çıxar. Özümü də qatdım ora. Amma tam iddiası ilə gərək cəsarət tapıb yazaydım. Tanımadığınız. Mən sizə indi sizin tanımadığınız Konfutsiyadan danışacağım. Tanımadığınız Buddadan danışacağım. Tanımayanda da insan uydurur. İstənilən Azərbaycanda müsəlmanı tam, yəni mənə Buddadan dərs deyər. Mən Buddanı tərcümə eləmişim Azərbaycan dilinə. 12 il əvvəl. İlk dəfə. Mənə dərs deyərlər Konfutsi Buddadan. Buddada cənnət və cəhənnəm haqqında surəni görəndə müsəlmanlar nə danışırsan, orada elə şey var. Deyirəm, sənin uydurduğun xəyallarda bilmirəm nə var, amma kitabda var. Deyir ki, pislik eləyəcəksən, cəhənnəmə düşəcəksən. Budda deyir, yaxşılıq eləyəcəksən, cənnətə düşəcəksən. Açın, oxuyun da.
Nə qədər aşağılayacaqsınız tanımadıqlarınızı. İşin bu tərəfi. İnanın ki, mən mən Quranı hər gün oxuyuram. Mənim ən çox sevdiyim kitabdır. Çünki bu coğrafiyada doğulmuşam deyə həmişə fikirləşirəm ki, yəqin Allah bilib ki, məni niyə Azərbaycanda dünyaya gətirib, mən bu tərəfdən almalıyam dərmanı. Bu tərəflərin də dərmanı İslamdır, Qurandır. Hindistanda yaşasaydım, Bhagavad Gita'nı sevə-sevə oxuyacaqdım səhər. Orada da Allahın nuru var. Allah da bunu Quranda mənə deyir. Bütün dinlərdən Allahı bol-bol zikr edib, yaxşı işlər görənlərə zaval yoxdur. Yəni, bu bizim bilmədiyimizlə bağlı. İkinci, o veriş, siz bilirsiniz, Azərbaycanda nə qədər dini verişlər var? Mən bilirəm ki, hər kanalda var. Və çox da üzr istəyirəm, ən çox bizim verişə baxırlar. Baxışlara baxıram da. Məsəl üçün, ortalama bir çox kanallardakı YouTube-da o dini verişlərə 150-200 nəfər adam baxır, 3-4 ay keçəndən sonra da. Bizdə isə az qala 80 mini keçən videolarımız var. Biz onun analizini aparırıq ki, yəni baxırlar adamlar. O biri kanallarda ancaq doğrunu, düzgünü danışan din adamını qaldırırlar. O adam o qədər belə özünü sığortalıya danışır ki, doğrunu da danışmağa çətinlik çəkir. Amma biz biraz sərbəstlik verir. Nə düşünürsən de. Nə düşünürsən de. Biz baxaq görək adamların başındakılar nədir? Və orada bir ilahiyyatçı da olur həmişə yanımızda. O da dində nə oxuyubsa və ya necə anlayırsa bunu, əslində o da subyektivdir. Obyektiv heç nə yoxdur. Sizə desəm ki, böyük din alimlərinin nətər dərilərini soyublar şərqdə, sən doğru demirsən deyə. Eynəlquzat Miyanəçini qazilərin gözünü çıxartdılar. Qazilərin gözü adı vermişdilər ona. Cəlaləddin Rumini bütün ömrü boyu təqib elədilər. Yazıq deyirdi ki, bar verən ağaca daş atarlar da. Və kafir adlandırırdılar. Adamlar səni kafir belə adlandıracaqlar. Peyğəmbərlərə belə din öyrədənlər var. Hə, indi insanlar biraz sərbəst mənəviyyat barədə fikir söyləyirlər. Biz onları danışdırırıq ki, danış, baxaq, görək ürəyinizdəkilər nədir? O biri kanallar da görürsünüz, o biri verişlərdə elə olur ki, ər-arvadından boşanır, o birisi bu ilə didişir, o birisi bu ilə didişir. Bunu da çıxarırlar ki, okey, cəmaat da baxır. Bizim verişdən daha çox baxırlar. Biz isə deyir ki, adamlar mənəviyyat haqqında nə düşünürlər? Mütləq mənada doğru yoxdur. Nə mənada ya? Mütləq doğru var. Amma hər bir insan, Quran deyir ki, Peyğəmbər belə olsa, ağzını açanda şeytan oraya bir şey tullayacaq. İnsan nitqi belədir. Bu ayəni də çox sinirmək lazımdır. Mütləq bir xətamız var. Mütləq bir xətamız olacaq. Nə qədər dində elmli olsaq belə. Mütləq bir xətamız olacaq. Ona görə də tam doğrunu deyil, insanlar qoy fikirlərini şeyləsinlər, bir dialektik olaraq aşkarlasınlar. Biz o verişdə ona platforma yaratmışıq. Adamlar gedir, başa düşürəm ki, zamanımızı qaçırdıq. Gəldiyiniz üçün sağ olun.